Ağlı qaçmış Kraliçə Juana tablosunu İspan rəssamı Francisco Paradilla y Ortiz yaratmışdı. Kral ailəsində anadan olmuş Juananı 17 yaşında Filipə ərə verirlər. Yaraşıqlı Filip qadınların sevimlisi idi. Buna görə Juana qısqanclıq krizlərinə girir. Ərinin məşuqələrini tapıb saçlarını kəsir, onları döyür. Sarayda onun dəli olması haqqında söz-söhbətlər gəzir. 28 yaşında Filip tifdən vəfat edir. Juana onu bastırmağa qoymur. Hamilə olmasına baxmayaraq aylarla kilsələri gəzərək ona dua oxutdurur. Bəzən tabut açaraq Filipin meydi ilə danışır. Artıq onun dəli olmasını hamı qəbul edir. Filipi torpağa tapşırırlar. Juananı isə yeni doğulmuş qızı ilə qəsrdə bağlı saxlayırlar. Juana 75 yaşında vəfat edir. Bəs siz nə düşünürsünüz? Bu qadın aşiq ya dəlidir?